Bünyamin bəyi dinləyək. E, Görkəmli alimimiz Bünyamin müəllim buradadır. Bünyamin müəllim, məni eşidirsinizsə, söz sizdədir. Buyurun. Salam Səadət xanım, sizi də bütün iştirakçıları da salamlayıram. Sizin dərnəyə də təşəkkür edirəm ki, belə gözəl tədbirlər təşkil edirlər. Böyük mütəfəkkirimiz haqqında danışmaq həm asandır, həm çətindir. Asandır ki, fəaliyyət dairəsi o qədər geniş olubdur ki, çox Cavad heyəti fəaliyyəti ilə maraqlanan adam rahat danışa bilər, amma məsuliyyətlidir ki, belə böyük şəxsiyyətlərimizlə bağlı danışdığımız hər söz bizim bayaq siz də dediniz, gənclərimizin gələcək fəaliyyətinə ciddi təsir edir. Bugün Cavad heyətin dünən başladığı fəaliyyətin bir təzahürü olaraq Azərbaycanın güneyində, Azərbaycanın güneyinin müstəqilliyi, bağımsızlığı üçün bir mübarizə gedir. Yüzlərlə, minlərlə soydaşımız meydanlardadır. Onları da buradan salamlayıram və alqışlayıram. Cavad heyət biz tez-tez oxuyurduq. Deyildi ki, ensiklopedik biliyə malik insanlar. Cavad heyət ensiklopedik biliyə malik insanlardan biridir. Mən o xoşbəxt adamlardanam ki, Cavad heyətlə əl verib görüşən adamlardan biriyəm. Cavad heyət varlıq jurnalı ilə sadəcə olaraq güneydə bir mətbuat yaratmadı. Bayaq çıxış eləyənlər dedilər, o həm də bir arxiv yaratdı, dövrün arxivini yaratdı. Həmin dövrdə bizim düşüncəmizin arxivini yaratdı, ədəbiyyatda yaradıcılığımızın arxivini yaratdı, təfəkkür arxivimizi yaratdı. Bu baxımdan Cavad heyətin fəaliyyətini dəyərləndirmək çox vacibdir. Cavad heyət, mən bayaq dedim, ensiklopedik biliyə malikidir. Cavad heyətin fəaliyyət sahələrinə baxanda doğrudan baxırsan ki, çox geniş bir fəaliyyət sahəsi var. Həkim kimi çox böyük həkim idi, cərrah idi. İranda ilk açıq ürək əməliyyatı eləyən bir alim idi, cərrah idi. Dilçiliyi ilə bağlı çox geniş fəaliyyəti var. Türkçülüyü ilə bağlı geniş fəaliyyəti var. Tarixlə bağlı geniş fəaliyyəti var. Fəlsəfə ilə bağlı, din ilə bağlı. Yəni, fəaliyyət sahələrini götürəndə həqiqətən bir ensiklopedik bilik sahibi olduğu aydın olur. Misal üçün, onun 1993-cü ildə Tehranda çıxan Müqayisətül Lüğəteyn kitabı sadəcə olaraq bir-iki dilin müqayisəsi deyildi. Həm də bir cəsarət nümunəsi idi ki, o zamanki orta çağdan tutmuş, bizim böyük şairlərimizin fars dilində yazmasını, fars dilinin şeir dili və türk dilinin şeirdən uzaqlaşdırılıb hünər dili deyilməsini Cavad heyət alt-üst elədi o kitabı ilə. Orada qeyd edir ki, türk dili çox gözəl, axıcı bir dildir. Türk dilində o gözəlliyi, o türk dilində incəliyi qeyd eləmək, yaradıcılığına yansıtmaq hər adamın işi deyil. Böyük yaradıcılar hətta bundan qorxur. Və orada qeyd edir ki, türk dilində 1700 söz var ki, fars dilində onun qarşılığı yoxdur. Yəni, dilimizin gözəlliyini, dilimizin böyüklüyünü, dilimizin sadəcə hünər dili yox, həm də bir yaradıcılıq dili, şeir dili olduğunu 93-cü ildə Tehranda ortaya qoymaq bir alim olmaqla bərabər bir də cəsarət vardı ortada. Burada bir məsələni də qeyd edeyim. Cavad heyətinin nüfuzu o qədər böyükdür ki,
İran rejimi ona bir çox məsələlərdə çox ehtiyatla yanaşırdı və digərlərinə elədiyi baskını Cavad heyətə yetərincə eləyə bilmirdi. Və Cavad heyət Azərbaycanda deməli dilimiz, ədəbiyyatımız və kültürümüz haqqında o 2 cildliyində çox maraqlı bir fikri qeyd edir ki, deməli bir toplumu, bir cəmiyyəti millətə çevirən əsas amil dildir. Və orada o kitabında deməli Uşinskinin bir fikrini verir ki, deyir, bir millətin əlindən hər şeyini alın, sadəcə dili qalsın, millət yenidən hər şeyini bərpa eləyə bilər, qura bilər. Amma bir millətin əlindən dilini alsan, heç nəyi bərpa eləyə bilməz. Ona görə də Cavad heyət dil məsələsinə çox önəm verirdi. Çünki özü də dediyi kimi bir milləti millət eləyən, bir toplumu millətə çevirən əsas amil dilidir. Və Cavad heyət varlığı ilə, yəni mən jurnal varlığı ilə demirəm, özünün varlığı ilə Azərbaycanı bütövləşdirdi. Güneydə doğuldu, Kuzeydə dəfn olundu. Mən rəhmətliyin dəfnində iştirak elədim. Deməli, dəfnində hökumət adından da iştirak olunurdu. Çoxlu alimlər iştirak eləyirdi. Və mən orada da bir daha əmin oldum ki, bizim böyük aydınlarımız millətimizi ruhən, öz varlığı ilə birləşdirir. Təbii ki, Cavad heyətin yaradıcılığını araşdıranlar, Cavad heyətin davamçıları Azərbaycanın sadəcə olaraq ruhən yox, həm də xəritələrdə, həm də reallıqda birliyinə nail olacaqlar. Mən bütün iştirakçılara bir daha təşəkkür edirəm və əminəm ki, dediniz bir kitab da çıxacaq. Bu kitab da mədəniyyətimiz üçün, ədəbiyyatımız üçün, tariximiz üçün, varlığımız üçün gözəl bir töhfə olacaq. Sağ olun. Çox təşəkkür edirəm Bünyamin müəllim. Bünyamin müəllimin də dinlədik.